Salam, 2021 qəbul suallarının izahına başlayıram. Birinci sualda deyir ki, eyni kütlədə götürülmüş kalsium karbonat, natrium karbonat, kalium karbonat duzları ayrı qablarda közərdilir. Qızdırılmadan sonra bək qalan kütlələrini müqayisə edin. Biz bilirik ki, kalium karbonat, natrium karbonat parçalanmayacaq. Bizdə közərdilmə zamanı parçalanan kalsium karbonat olacaq. Oradan CO2 ayrılır. Yəni kütləsinin müəyyən hissəsini itirir. Onda demək birincinin kütləsi ən az olacaq. 2 ilə 3 isə dəyişməyəcək. Demək bizə uyğun variantımız olacaq A variantı. İkinci sualda deyir ki, mis və qurğuşundan ibarət 5 mol qarışıq artıq miqdarda qatı sulfat turşusu ilə reaksiya daxil olduqda 2 mol normal duz alınır. Reaksiya daxil olan turşunun mol sayını müəyyən edin. Normal duz verən bizə misli də. Ona görə yazırıq. Kuprum üstə gəlsin H2SO4. Alıram. Kuprum SO4 üstə gəlsin SO2 və su. Deməli 2-dən 0-dan 2-yə, 6-dan 4-ə, 2 2 1 1. Onda bura 1 2 yazsaq, burada 1 2 yazsaq düzəlir. Sonra qurğuşunun da bir reaksiyasını yazaq birinci. Biz bilirik ki, qurğuşun normal duz verməz də, bizə turş duz verər. Ona görə qurğuşun 2 hidrosulfat yazıram. Üstə gəlsin SO2, üstə gəlsin su. Qurğuşun demək 0-dan 2-yə, kükürt müsbət 4-ə keçib 2 2 1 1. Bura yazsaq 3, bəs eləyir. Suyun da qabağına nə yazıram? Deməli 3 dəfə 2, buradan ikisini, 2. Yaxşı. İndi nə edək? 2 mol normal duz. 2 mol normal duz, 2 mol normal duz və sonda turşunun mol sayını istəyir. Baxaq görək. Bax 5 moldan, 5 mol qarışığımız var da, bu ikisi birlikdə 5 moldur. 2 mol normal duz alanda nə qədər kuprum reaksiya girir? Birin bir ədədə görürük. Demək 2 mol kuprum reaksiya girib. 5-dən ikisi kuprumdursa 3 molu da qurğuşun olacaq. İndi 2 mol kuprum reaksiya girəndə turşunun moluna baxaq. Bax 1-in 2-yə nisbətində gedir. 1-ə 2 isə 2-yə nə olacaq? 2 dəfə artıq 4. 4 mol turşun burada. Sonra qurğuşunla sulfat turşusunun mol nisbətinə baxaq. 1-ə 3-dür də. 1-ə 3-dürsə 3-ə nə qədər olacaq? 3 dəfə artıq. O da bizə verir 9-u. Deməli 9 qurğuşun 4 də mislə birlikdə 9 plus 4 bizə verəcək 13. Deməli Y variantı doğru variantımız olacaq. Keçək növbəti sualımıza. Divinil xlor 0 dərəcədə 1-ə nisbətində reaksiyası. Divinil. Deməli C. 0 dərəcədə olanda demək, bu iki qat rabitə qırılır, əvəzinə xlor 1-2 vəziyyətdə birləşir. Ondan sonra deyir ki, Y məhsulu alır. Bizim Y məhsulumuz. Sonra Y-ın hidrogenləşmə məhsulu. Hidrogenləşən zaman bu iki qat rabitədə qırılır və CH2, indi bu iki qat rabitəni silim. CH2, CH bu şəkildə olur. Kalium hidroksid spirtdə məhlullar reaksiyasından alınan üzüm maddə. Dihalogenli birləşmələr artıq miqdarda kalium hidroksid spirtdə məhlullar reaksiya girəndə bilirik ki, alkinlər alır. Bizdə də bu birləşmədə nə alacağıq? C, 3 qat rabitə, deməli C. Görürük ki, butin 1 olur. Deməli, doğru cavabımız A olacaq. Dördüncüdə nə deyir? X bir atomların əmələ gətirdiyi onlar üçün doğru olan ifadələri müəyyən edin. X-a baxıram, 20 elektrondan, X deməli 20-dən elektronu var, 18-ə keçib. Sonra Y-ımız 15-dən keçib 18-ə. Deməli, X 2 elektron veribdir. Y-ımız isə 3 elektron qəbul edib. İndi deyir X kation, Y kation. Görürük də müsbət yüklü kation, Y mənfidir. Demək, bu doğrudur. Əmələ gələn iyonların elektron formulları eynidir. Hər ikisinin 18 elektron olduğu üçün elektron formulu da eyni olacaq. Əmələ gələn kationun radiusu anionun radiusundan böyükdür. Elektron sayları əgər bərabərdirsə, baxırıq proton sayına. Proton sayı kiçik olanın radiusu böyük olacaq. O zaman bu deməkdir ki, Y-ın deməli, yəni anionun radiusu kationun radiusundan böyükdür. Deməli, 3-cü səhvdir. 1 2 doğru, 3 səhv. Bu da bizdə D variantı eləyəcək. Deməli, keçək 5-ci sualımıza. 5-ci sualda birləşmələr verilib. İyon rabitə sayının, daha doğrusu kovalent rabitə sayının, iyon rabitə sayının fərqini istəyir. Biz nə yazaq? Yazaq ki, maddələr yazaq da. Natrium ortofosfat. Natrium kovalent. Birinci iyon rabitəni qeyd edelim. İyon rabitəsi, sonra kovalent rabitə, sonra da onların fərqi, yəni A minus B-ni. Variantlarla yazım. A, B, C, D, Y. A-da natrium ortofosfat. İyon rabitə sayı nədir? Metalın indeksi vurulsun valenti. Yəni 3 vurulsun 1, 3. Kovalent rabitə sayı. Deməli, indeks, oksigenin indeksi vurulsun valenti, çıxılsın iyon. Yəni 4 vurulsun 2, çıxılsın 3, bizə verəcək 5-i. Sonra A minus B də eləcək. Yəni 5 çıxılsın 3, 2. B-də baxıram, kalium perxloratda. İyon rabitə sayı 1, kovalent rabitə sayı 4 vurulsun 2, 8. 8-dən
Çıxırıq 1-i verir bizə 7-ni. Sonra bir dəqiqə. 8-dən 1-i çıxırıq 7. Hə, bu kovalentimizdir. Demək, A-B də bizə verəcək 6-nı. Sonra natrium sulfatda ion rabitəsi, natrium indeksi vursun valenti 2. Kovalent rabitəsi, deməli 4 vururuq 8-ə 2. 2-dən 4 vururuq 2-yə 8. 8-dən də 2-ni çıxırıq 6. Bu da verir 4. Sonra kalium karbonatda ion rabitə, kaliumun indeksi vurulsun valenti 2. Ümumi rabitəmiz 3 vurulsun 2 çıxılsın 2. Demək 4 verəcək kovalentimiz. 4-dən də 2-sini 2. Sonra Y-də natrium hidrortofosfatda ion rabitəsi 2. Kovalent rabitə 4 vurulsun 2 çıxılsın 2. 6. 6-dan da 2-ni 4. Baxaq görək. A ilə D eynidir. S ilə də Y eynidir. Baxaq, S, Y gedəcək birinciyə. A ilə də D gedəcək ikinciyə. Deməli, A variantı doğru variantımız olacaq. 6-cı suala baxırıq. Müxtəlif qablarda mis 2 oksid. Öncə hidrogen, sonra NH3, sonra da CO ilə reaksiyaya girib. Yazıram. Kuprum üstə gəlsin su. Kuprum üstə gəlsin azot, üstə gəlsin su. Kuprum üstə gəlsin CO2. Bir də o birlərdə əmsallaşdırmaya ehtiyacı yoxdur. İkinci reaksiyada bir əmsallaşdırma ehtiyacı var. 2 yazsam, 3 yazsam. Kuprum oksidin qabağına da deməli 2 oksidin qabağına 3, burada 3. Amma burada deyir ki, alınan bərk kütlələri, nümunələr bərk kütlələri bərabər olarsa, yəni hər birindən eyni mol kuprum alırlar. Bu zaman bax, bu 3-ləri silirəm. Yəni hər birindən 1 mol alsam, kuprum oksiddə 1 mol, 2 oksiddə 1 mol reaksiya girəcək. Onda kütlələri müqayisə edin deyir. Yəni 1 mol mis 2 oksid hərəsindən götürsəm, 1 mol da mis alacaq. Mollar bərabərdirsə, kütlələr də bərabər olacaq. Onda B variantı doğrudur. 7-yə baxıram. X, Y qələb metalları üçün doğru olanlar müəyyən edir. X-da görürəm ki, peroksid alınıbdır. Deməli, X-ım natriumdur. Y-da görürəm ki, oksid alıb. Deməli, Y-ım litiumdur. İndi deyir ki, X-ın bərkliyi Y-dan azdır. Yuxarıdan aşağıya doğru gəldikcə bilirik ki, bərklik azalır. Bu doğrudur. Sonra atom radiusu Y-da kiçikdir. Yuxarıdan aşağı atom dövlən sayı artdığı üçün atom radiusu da artır. Yəni litiumda daha azdır. Bu da doğru olacaq. Reduksiya edicilik litiumda deyir. X-da yəni daha yox. Y-da daha çoxdur litiumda. Bu zaman yanlış deyir də. Yuxarıdan aşağı reduksiya edicilik, yəni natriumki daha çoxdur. Reduksiya edicilik artır. Bu yanlışdır. Ərimə temperaturu Y-da azdır deyir. Yuxarıdan aşağıya doğru gəldikcə ərimə temperaturumuz demək azalır. Ona görə də bu da yanlış olacaq. 1-2 doğru variantımız 7A olacaq. Gələk 8-ci sualımıza. Mis 2 nitrat və kalsium nitrat verib. İndi baxaq görək hansına gedir. Suda yaxşı həll olur. Nitratlar ümumiyyətlə hamısı suda yaxşı olur. Bir bura gedir. Sonra parçalamasının oksigen alır. Bütün nitratlar parçalananda oksigen verir bizə. Yalnız demək amonium nitratdan başqa da bunu bilirik. Parçalanmasından nitrit alınır. Nitrit kalsium nitrat parçalansa verəcək bizə. Və kalium hidroksidə reaksiya daxil olur. Mis 2 nitrat daxil olar. Çünki sonda çöküntü alınır. 4-də bura gedəcək. Demək, görək hansı 4, 1, 2, 1. 1, 2 nə idi? 3 yazmalıydım bura. 4, 1, 2, 3 hansıdır? 1, 2, 3. Deməli, C variantı doğru variantdır. Baxaq 9-cu sualımıza. 500 milli 0,1 malyar. Deməli, nüyümüz bərabərdir 0,5 vurulsun 0,1 bərabərdir 0,5. Kalsium hidroksid məhlulundan karbon qazı keçirdib. Əvvəlcə çöküntü, sonra isə çöküntünün kütləsi azalıb. Demək, yazıram kalsium hidroksid. Üstə gəlsin karbon qazı. Aldım kalsium karbonat. Üstə gəlsin su. Sonra da artıq miqdar CO2 gələndə bilirik ki, bu da çevrilir kalsium hidrokarbonata. İndi neyiniyək? Deyir ki, çöküntünün tam süzüb qurtardıqdan sonra kütləsi 2 qramdır. Yəni, bax, bu çöküntümüz 2 qram olubdur. Amma bizim reaksiyamızda 0,5 mol kalsium hidroksid girib. Onda biz necə tənasib bıraq?
Belə bir tənasib quraq ki, bax, 0,5-dən əslində nə qədər almalıydılar? Onu tapaq. X və 1 mol kalsium hidroksiddən də 100 qram çöküntü alıram. X-ıma tapıram ki, X eləyir 5 qram. Amma onlar sonda süzəndə 3 qram olduğunu tapıblar. Deməli, 5 qramın 3 qramı həll olub. 3 qramı həll olubsa, yazaq da ikinci tənasibimizi yazaq. 3 qramın həll olması üçün nə qədər karbon qazı sərf olunub? Bir Y yazaq. 100 qram kalsium karbonatın həll olması üçün isə 1 mol sərf olunur. Bu zaman tapırıq ki, Y bərabərdir 0,3. Bu çöküntünün həll olmasına sərf olunan CO2. İndi kalsium karbonatın əmələ gəlməsinə də CO2 sərf olunub. Gəlin onu tapaq. Bax, tənasib quraq ki, 5 qramın həll olmasına bilmirik nə qədər. Biz buna nə yazıq? Z yazım da. 5 qrama Z sərf olunub. Və 100 qram çöküntünün alınmasına da 1 mol CO2 sərf olunur. Buradan da Z-i taparam ki, 0,5. Demək, ümumilikdə nə qədər karbon qazı sərf olmuş oldu? 0,5 birinci reaksiyamıza, 0,3 də ikinci reaksiyamıza. Bu da birlikdə bizə verəcək 0,8. Doğru cavabımız olacaq C variantı. Keçək 10-cu sualımıza. 10-cu sualda deyir ki, hidroliz reaksiyasının birinci mərhələsinin qısa ion tənliklərinin uyğun dozları müəyyən edin. Baxıram ki, bax, mühitimi turşdu. Deməli, turşu tərəfim qüvvətlidir. Bu bir. Və buradan əsasi duz alıblar da. Əsasi duz alması üçün əsas tərəf zəif olmalıdır və valenti birdən çox olmalı. Yəni minimum 2 və daha çox. İndi mən ona baxıram. Turşu tərəf qüvvətli, əsas tərəf zəif və 2-dən çox. 2 və 2-dən çox. Bir də ona uyğun olan bax birincidir. Kuprum mis zəifdir, xlor qüvvətlidir və mis 2 valentlidir. Sonra gələm ikinci reaksiya. Bax, mühit əsasidir. Əsas tərəfin qüvvətlidir bu dəfə və buradan turş duz alıblar. Turş duz almaq üçün turşu tərəfimin zəif olmalıdır və valenti 2-dən çox olmalıdır. Deməli, nə axtarıq? Əsas tərəf qüvvətli, turşu tərəf zəif və valenti 2 və 2-dən çox. Deməli, əsas tərəf qüvvətli, avtomatik ikinci çıxdı. Turşu tərəf zəif, bunu da çıxdım və 2 və 2-dən çox. Onda bir dənə uyğun gəlir. Sulfid zəifdir, valenti 2-dən çoxdur və üçüncü 1,3. 1,3 hansıdır? A variantı doğrudur. Gəlirəm növbətiyə. Hansı reaksiyalarda alınan duz məhlulda kalium hidroksidə reaksiya girir? Deməli, birinci reaksiyadan 2OH, 2H normal duz alacağım. Mis 2 sulfat. İkinci reaksiyadan 2OH, 3 dənə H. Deməli, buradan alacağım turş duz. Kalium, H, P, bir dəqiqə H3PO3-dür. Bu deməli 2 turşulu, 2 əsaslı turşudur. Yəni 2H kimi hesablayaq da 2H, 2OH normal duz alacağım. Deməli kalium HPO3. Fosfit turşusu 2 əsaslı turşudur. Sonra NH3 3 əsas, deməli 3 dənə də H. Deməli, nə olacaq? Normal duz alacağım. Amonium NH4, deməli 3PO4. İndi bunların hansı kalium hidroksidə reaksiya girir? Kalium hidroksidə reaksiya girən 1-lə 3 olacaq. Niyə? Birinci reaksiyada deməli mən oradan çöküntü alıram. Kuprum mis 2 hidroksid çöküntüsü. Reaksiyamız ona görə gedir. İkinci reaksiyada bundan artıq kalium qəbul edə bilməz. Fosfit turşusu normal dozu da ona görə. Üçüncü reaksiyadan isə amonium hidroksid alıram. O da bizə NH3 qazını verir. Ona görə də bu reaksiya getmiş sayılır. 1 və 3 uyğun cavabımız Y variantı olacaq. 12-yə baxıram. Reaksiya getdikdə başlanğıc qarışığı neçə faizi artıq qalar? İndi yazıram ki, hidrogen və oksigen götürmüşəm. Emirlərini qeyd edirəm. 2, 32. M ortası 8'dir. Çıxanda qalır 24 və 6. İxtisar gedəndə 4-ün 1-i. Deməli 4 mol hidrogen götürülə 1 mol oksigen. Reaksiya baş versə H2O 2 mol, 2 mol. Aha, B-seti qeyd edirəm. B-seti. 4 mol hidrogen, 1 mol oksigen. Görürəm ki, oksigen tamamilə sərf olunacaq. Hidrogenden artıq qalacaq. 1 mol oksigen sərf olunanda 2 mol hidrogen reaksiya girir və 2 mol hidrogenden artıq qalmış olur. Deməli, başlanğıcda nə qədər qazın olacaq? 5 mol maddəm var. İlkin maddədən də 2 mol artıq qalır. Oksigenden qalmır. Deməli, faiziyyət çıxarsaq 2 bölünsün 5, vurulsun 100, bizə verəcək 40%. Doğru cavabımız B variantı olacaq. 500 nə idi? 13-cüyə baxaq. 500 qram 10 faizli məhlul verib. Deməli 500 vuruq ona bölürük 100-ə. Deməli 500-ün içində tapırıq ki 50 qram duz var. 50 qram duz var. Deməli 450 qram da suyumuz var. Sonra
Sabit temperaturda su buxarlandırdı. Qatlığın buxarlandırılan suyun kütləsindən asılı qrafiki verilib. Məhluldan 350 qram su buxarlandırdıqda çökən dozun kütləsini müəyyən edin. Baxırıq. 450-dən 350-sini buxarlandırıblar. Qalıb 100 qram. 100 qram suyumuz. Və duz çöküb də. Nə qədər çöküb bilmirəm. Mən bura bir x yazsam. Qatılıq deyir 20%. Onu da yazım. 20% nəyə bərabərdir? 50 minus x bölünsün. Məhlulum nə qədər olacaq? Məhlulum olacaq deməli 500. Çıxılsın həmin çökən duz və çıxılsın buxarlandırılan su. Vurulsun 100. Bunlar ixtisar getsə burada 5 qalır. Buradan da deməli 500 minus 350 150 qalır. Aha, yazıram 150 çıxılsın x bərabərdir. 5 vuranda 50 minus x 250 çıxılsın x. Aha, çıxılsın 5x. Deməli 150 keçsə sağa 5x da bu tərəfə keçsə yazıram 4x bərabərdir 100. X da bərabərdir 25. Deməli çökən dozumuzun miqdarı 25 qram imiş. Doğru cavabımız C variantı olacaq. Keçirik 14-cü suala. 14-cü sualda nə deyir? Doymuş bir atomlu spirt molekulunda deməli sigma rabitə, karbon atomlu hibridorbitalların sayı, polar kovalent rabitə sayı deyir. Və oksidləşmə məhsulu üçün doğru olanlar müəyyən. Bunu eləmək üçün bir dənə hər hansı bir spirt götürürəm. Məsələn, etil spirtini götürürəm də C deməli 2H5 OH yazıram. Aha. Sigma rabitəni tapım. Sigma rabitə nəyə bərabərdir? Demək 2 üstə gəlsin 5 8. Sigma rabitəmiz 8 eləyir. Atomların sayını verir. İndi oksidləşmə məhsulu nə olacaq spirtin? Aldehiddir. Yəni CH3 COH. Burada sigma rabitə sayı neçə olur? Deməli 3 4 5 6 7. 7. Gördükmü? Sonra keçirik karbon atomlu hibrid orbitalların sayı. Hibrid orbital. Baxıram, burada karbon spirtdə hamısı sp2 birləşmə əmləqədir. 2 karbonu var. Deməli hibrid orbital 8-ə bərabər olacaq. Amma aldehiddə aldehid qrupundakı karbon sp2 hibriddir. Yəni 8 minus 1 7 verəcək də bizə. Sonra polar kovalent rabitə. Polar kovalent rabitə hidrogenlərlə olan rabitədir və oksigenlə. Baxıram 5 hidrogenim var. Oksigen və buradan OH arası 6 7. Aha. Bu da polar kovalent. Bu 7 olacaq. 7. Bu birisində nə qədər olur? Deməli hidrogen sayı 3, oksigen 4, 5, 6. Bu da oldu 6. İndi görək verilən variantda. Deyir ki, sigma rabitə sayı aldehiddə A plus 1'dir. Deməli A'mız 8 idi. Plus 1 deyil də A minus 1 olmalıydı. Və bu yanlışdır. Karbon atomlu hibrid orbital sayı B minus 1. 8'imiz əgər B'dirsə, deməli minus 1. Aha, bu doğrudur da 8'ə 1'ni 7. Bu doğrudur. Sonra polar kovalent rabitənin sayı C plus 1. Baxıram, polar kovalent rabitə sayı 7'dir. Bu C'dir. Aha, minus 1'dir də plus 1 deyil ki 6 almaq üçün C minus 1. Deməli bu da yanlışdır. Yalnız 2 bizdə doğru variant olacaq. Keçək 15-ci. 15 değil mi? Hə. 15-ci sualımıza. Burada bizə reaksiya daxil olan maddələrin qatlıqlarını verib, reaksiyanın sürətini AB ilə işarə olunub. Nə yaza bilərik? A bölünsün B bərabərdir. Birinci reaksiyan sürəti 0,1 vurulsun. Hidrogen əmsalı 3 daxil biz azotla hidrogen arasındakı olan reaksiyanı yazsaq. 2NH3 3 mol. Yəni azotun qatlığında olduğu kimi yazırıq. Hidrogeni isə 3'ə yüksəldirik. Deməli 0,3'ün kubu. Bölək. İkinci reaksiyada 0,1 vurulsun 0,6'nın kubu. Bu da bize verəcək. Bu da bize verir 1 bölünsün 8'i. 1 bölünsün 8'i verir. İndi A'nı B ilə necə əvəz ilə yazaq? A bərabərdir. Daha doğrusu 8A bərabərdir B'yə. Bax bu şəkildə də diagonal üzrə götürürük. 8A bərabərdir B'yə. Doğru cavabımız da olacaq D variantı. Gəlim 16-cı suala. 16-cı sualda toluğun kütləsini M verib, kalium permanın qanatla oksidləşmə məhsulunun kütləsi M plus 6'dır. Yazıram toluğumuzu. CH3. Aha, oksidləşən zaman bizdə
benzoid turşusu əmələ gəlirsə, OOH nəyə fikir verir? Bax, oksidləşən zaman da 3 hidrogen çıxır, -3H. Bax, bu 3 hidrogen çıxır. Əvəzinə, deməli, OOH qrupu gəlir də. Daha doğrusu 2 hidrogen də yaza bilər. İndi asan olsun deyə birbaşa belə yazıram. OOH qrupunun emeri neçədir? Deməli, 33. Bax, -3H. H-ı silək artıq. -3. Aha, üstə gəlsin 33. Demək, artım nə qədər olacaq? +30. Tolol benzoid turşusuna çevriləndə 30 artım olur. 1 mol götürəndə. İndi bu da deyir ki, 6. Bax, M-dən M+6-ya keçib. Deməli, 6 qram artım olub da. Bizdən M-i tapmağımızı istəyir. Tololun emerini hesablasaq, C6, H5, CH3 nə qədər verir? 7 vurulsun 12. Üstə gəlsin 8. O da 7 dəfə 10, 70, 84, 8 də gələndə 92. İndi yazaq, 92 götürəndə 30 artım olursa, M də götürəndə 6 artım olubdur. Buradan X-ı tapa bilərik. M-i daha doğrusu tapa bilərik. Deməli, M-imiz 5 dəfə az olacaq. 92-ni 5-ə bölürük. 1, demək 6, yox 1, bir dəqiqə səhv böldüm elə bil. Deməli, 1, 8, 18,4. Deməli, doğru cavabımız A variantı olacaq. 17-yə baxaq. 17-də nə deyir? X, Y, Z maddələr müəyyən mol nisbətində qarışdırıb əritdikdə adi pəncərə şüşəsi alınır. Adi pəncərə şüşəsinin formulu natrium oksid, kalsium oksid, 6 molekula silisium O2. Aha, X, Y, Z. İndi hansıdır görək nə deyir? Y maddəsini A maddəsi ilə əvəz etdikdə çətin əriyən şüşə. Çətin əriyən şüşəmizdə kalium oksiddir də, dəyişən birdən odur. Yerdə qalan eyni edir. Kalsium oksid, 6 molekula. Deməli, Y-ımız natrium oksiddir. A da bizdə kalium oksiddir. Kalium oksiddir deyəndə kalium oksid almaq üçün kalium karbonat götürürük də, potaş götürürük. Deməli, qıraqda qeyd edim. A bizdə kalium karbonatdır. Bu qalsın. Sonra isə deyir ki, Z maddəsi billur şüşə istehsalında istifadə olunmur. O bizdə onda olacaq kalsium oksid. Yəni kalsium oksid nədən alırıq? Kalsium karbonatdan. Sonra bizdən X istəyir. X-ımız da artıq silisium O2 olduğunu görürük. Deməli, silisium O2 kalium karbonat bizdə olacaq A variantı. Deməli, 18-ci suala da keçək. Nə deyir bizə? Birli amin verib 1 molunun tam yanmasından 3 mol CO2 alınır. Deməli, 3 karbonu var da bu birli amin. Deməli, NH2 C3H7 kimi yaza bilərik. Sonra görək nə edirik. Molekulunda ikili karbon atomunun cəmi bir hidrogen atomu var. Aha, ikili karbon atomudur. Yəni bu nə deməkdir? 2 karbondan birləşib də bu ikili karbon. CH3, CH3. Cəmi bir hidrogeni varsa, onda amin də elə bura birləşib. NH2. İndi bizdən bunu adlandırmağımızı istəyir. Bu da bizdə nə olacaq? İzopropil amin. İzopropil amin də Y variantı olacaq. 19. Normal halda atomun elektronlarının 50% P yarım səviyyəsində olan D elementin tək elektronların sayını müəyyən edir. Biz necə yaza bilərik D elementin elektron formunu? 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d toxunmuram, x, 4s, buna da bir y yazaq, bilmirik nədir. İndi deyir ki, elektronlarının 50% P yarım səviyyəsində. P-yə baxıram, nə qədər P-də elektronum var, baba. 12. Onda yazıram 12 əgər 50%dirsə x-ım 100. Görün ümumilikdə neçə elektronu var. X də bərabərdir 24. 24-ü gördüksə avtomatik xrom yadımıza düşməlidir. Xromun da elektron formulu necədir? D, deməli D5S1. D5S1-dirsə tək elektronların sayı, elə bunların hamısı tək elektrondur, 6-ya bərabər olacaq. Gəlirəm 20-ci sualımıza. Bəzi müharibələr zamanı tərkibində fosforun zəhərli X allotropik şəkil dəyişməsi olan bombalardan istifadə olunmuşdur.
Fosforun zəhərli X-i ağ fosfordur da, P4-dür. X-imiz P4-dür, yazıq. Bu bombaların partlamasından ağ tüstü şəklində A maddəsi əmələ gəlir. A maddəmiz də fosfor yandırdıqda P2O5. P2O5'dir. Eyni maddə kibritin yanması zamanı fosforun Y allotropik şəkil dəyişməsindən alınır. Kibritin yanması zamanı qırmızı fosfordan istifadə edirik. Deməli, dəqiq bildik ki, artıq P2O5'dir. Deməli, bir dəqiq qeyd edeyim. Y-da qırmızı fosfor. Qırmızı fosfor. X-i və kibritin yanma reaksiyası zamanı Y-dan A-nın əmələ gəlmə reaksiyasının tənliyində məhsulların əmsalları cəmini tapın. Yazıram fosfor. Üstə gəlsin kalium xlorat. Alıram kalium xlorid və P2O5 əmsallaşdırsam. Deməli, bura bir 5 yazaram. Bura 3 yazaram. Kalium xloridin qabağına 5, fosforun da qabağına 6 yazmış olaram. Düz mü oldu? Aha, düz oldu. İndi bir də baxım A-nın, deməli Y-dan A-nın əmələ gəlmə reaksiyası tənliyində məhsulların əmsalları cəmi. Məhsulumuz da əmsalları cəmi 5 + 3 8 verir. Deməli X-imiz ağ fosfordur, N-imiz isə 8-dir. Y variantı doğru cavabımız olacaq. Keçək 21-ci sualımıza. 21-də deyir ki, izopropil. Yazıram C və C. Və üçlü butil radikallarının üçlü butili də qeyd edirəm. Birləşməsindən əmələ gələn alkan üçün hansı ifadələr doğrudur? Molekulunda asimetrik karbon atomu var. Yox, molekulda asimetrik yoxdur. Heç biri asimetrik deyil. Əsas zəncirində deməli, əsas zəncirdə ikinci karbon atomunun oksidləşmə dərəcəsi -1-dir. Biz indi nömrələsək, sağdan nömrələyəcək 1, 2, 3, 4. İkinci karbon atomumuz oksidləşmə dərəcəsi 0-dır. Bu da yanlış olacaq. 2 metil heksan izomerdir. Deməli 2 metil heksan 7 dənə karbonu var bunun. Bizdə baxın neçədir? 1, 2, 3, 4, 5, 6, 7. Bu doğrudur. Deməli üçüncümüz doğru olacaq. Yalnız 3'ü götürürük. Baxaq 22-ci sualımıza. Suda həll olmayan X maddəsi üzərinə natrium hidroksid əlavə edib qızdırdıqda Y və Z maddələri əmələ gəlir. Y maddəsinin xlorid turşusu ilə reaksiyasından isə stiarin turşusu alınır. X və Z maddələrini müəyyən edin. Deməli, Y maddəsi xlorid turşusu ilə reaksiya girib stiarin turşusu əmələ gətirirsə, deməli, stiarin turşusu natrium duzudur. Y-imiz. X-imiz yağ olacaq da, belə yazaq. Yağ, natrium OH. Burada nə alacaq? Gliserin və duz. Həmin bu duzumuz H xlorla reaksiya girib stiarin turşusu əmələ gətirir. Deməli, bu Y-dir. Onda bu Z olacaq. Bax, bu da bizim X-imiz olacaq. Yağ və gliserin. Doğru cavabımız Y olacaq. 23-də deyir ki, X və Y maddələrin reaksiyasından ağardıcı, dezinfeksiyaçı xassiyyəyə malik qarışıq əmələ gəlir. X və Y maddələrini müəyyən edin. Ağardıcı əhəngdir bu. Kalsium hidroksid və xlor. Bu da bizə A variantı olacaq. Parçalama məhsullarının sayı X, Y hansı duzlar ola bilər? Demək, argentium nitrat parçalananda argentium, NO2 və oksigen. Kuprum nitrat parçalananda kuprum, oksid, NO2 və oksigen. Sonra kalsium nitrat parçalananda kalsium nitrit və oksigen. Amonium nitrat da parçalananda N2O və su alınır. Baxaq görək hansına uyğundur. Deməli, X-da 1 bəsit 2 mürəkkəb. Baxım görüm, 1 bəsit 2 mürəkkəb. Yalnız 1 bəsit 2 mürəkkəb. Yalnız 2. X-imiz 2 olur.
X-imiz 2 idisə, avtomatik C variantı doğru olacaq. Baxaq görə Y də doğrudurmu? Bəsit 2 dənədir, mürəkkəb 1 dənədir. Aha, görürük, bax, argentium və oksigen bəsitdir. 2 dənə bəsit, bir dənə də mürəkkəb NO2 alınır. Deməli, C variantı elə doğru variantımız olacaq. Gələk 25-ci suala. Hər birindən 1 mol götürmüş donmuş bir atomlu spirtlərin 2 homoloqu arasındakı kütlə fərqi 42-dir. Aha. Mesela bir spirt yazaq. Metanol, CH3OH. O birində yazaq C2H5OH. Bax, bunlar arasında fərq nə qədər? CH2 qrupu qədərdir də. CH2 qrupu da bizdə 14 verir. Bu da deyir ki, 42-dir fərq. 42-ni bölüm 14-ə görürüm neçə dənə CH2 var orada. 14, o da bərabərdir 3. Deməli, 3 CH2 qrupu qədər bir-birindən fərqlənir. Bu homoloqların molekullar üçün hibrid orbital fərqini tapın. Elə 3 CH2 qədər fərqdir. 3 CH2-də də nə qədər hibrid orbital var? 3-ü vururuq. Hər karbon deməli 4 dənə SP hibrid orbital əmələ gətirir. 3-ü vururuq 4-ə eləyir 12. A variantı doğru variant olur. Oksidləşmə reduksiya reaksiyasının tənliyində oksidlərin əmsalları cəmini müəyyən edin. Gəlin əmsallaşdıraq öncə. Bax, karbon -2. Ümumiyyətlə C2H4 yazsaq, C2 H4 yazsaq, görürük ki, -2-dir. Bu CH2 deməli CH2 OH2 dəfədir də bu. Burada da yazsaq, -1 olduğunu görürük. İndi nə yazırıq? Karbon -2-dən karbon keçib -1-ə. İndeksində yazım. Sonra manqan müsbət 7-dən keçib manqan neçədir bu? Müsbət 4-ə. Aha. İndi yazıram -1 elektron vurulsun 2, plus 3 elektron. Yerlərini dəyişsəm 3 bura və 2 bura. Gətirib yerinə yazaq. 2-ni bura yazıram. 3-ü bu şəkildə yenə 3 və 2 qeyd edirəm. Bunda kaliumun qabağına avtomatik burada 2 düşür. Baxaq görək, hidrogen suyun əmsalını necə düzəldək. Sağda hidrogenin sayı deməli 2, 5, 6. Deməli 10, 8 buradadır, 20. 20-dirsə etilində deməli 4, 2, 2, 4. 4-ü də vururuq 3'e 12. Deməli burada 4 yazsam 20 yazmış olurum. İndi oksigenləri yoxlayaq. 2 dəfə 4'üm 8, 8'in üstə 4, 12. İndi sağda da baxaq. 2, 6, 6'nın üstə də 6 gəlir 12. Deməli doğrudur. Doğru əmsallaşdırmışıq. Oksidləşmə reduksiya reaksiyasının tənliyində oksidlərin əmsalları. Oksidlərimiz nə olacaq? Su, manqan 4 oksid birlikdə bizə verir 6. Y variantı doğru cavabımız olacaq. Deməli 27'yə baxaq. Verilmiş proseslərdən hansı eksotermikdir? Birinci reaksiyamız birləşmədir. Birləşmə reaksiyası da bilirik ki, eksotermikdir. Sonra ikinci reaksiyada elektron deməli qopurda parçalama gedir. Bu endotermik olacaq. Üçüncü reaksiya su buxar halından maye hala keçib, yəni kondensasiya baş verir. Kondensasiyada istiliyin ayrılması ilə gedir. Eksotermik prosesdir. 1 ilə 3. Doğru cavabımız C variantı olacaq. Növbəti sualımıza baxaq 28'də. Ştativə bərkildilmiş qaz aparan boru ilə təsis edilmiş tıxacla bağlı 2 sınaq şüşəsi götürülüb. Bir sınaq şüşəsi, bu sınaq şüşələri qaz aparan boru vasitəsilə 3-cü sınaq şüşəsinə birləşdirilib. Deməli, sınaq şüşəsi 3-cüyə birləşdirilib. Birinci sınaq şüşəsinə 2 mol manqan 4 oksid. Aha. 2 mol manqan O2 yazdıq. Artıq miqdarda xlorid turşusu qızdırıldıq da yazıq. H xlor. Aldım manqan. Xlor 2. Üstə gəlsin xlor. Üstə gəlsin su. Bura 2 yazsam. Onda suyun əmsalını da 4 yazaram. 8 qeyd eləsəm, xlorun əmsalı da olur 2. Yaxşı. Buradan deməli 2 mol xlor aldıq. Bu qalsın bir kənarda. Sonra deyir ki, ikinci sınaq şüşəsinə CH3CO natrium ilə artıqlaması ilə götürülmüş natrium hidroksid qarşını qızdırırıq. Bax, bu ikinci. Deməli CH3CO natrium. Üzərinə gəlmişəm natrium OH. Aldığım nə alacağım? Metan alacağım. Buradan CH4 və natrium karbonat su aldım. Və
Y qazımız deməli metanıymış. X ilə Y qarşılıqlı tərsindən alınan üzüm vardı. Bax 2 mol xlor almışam. Bu X-imizdir da. Bir metan almışam bir də. Yazıram CH4 üstə gəlsin. 2 mol xlor. Əvəz etmə 2 mol gəlmişəm. 2 mol hidrogen əvəz edəcək. CH2 xlor 2 üstə gəlsin 2 mol H xlor alacağım. Deməli alınan birləşməmiz dixlor metandır. B variantı doğru cavabımız olacaq. Gəlirəm 29. Hardadır? 29'da deyir ki, demək homoloqları seçin. Olein turşusu. Olein turşusunda karbon-karbon arası bir dənə pirabitəsi var. Sonra linolen. Linoleldə karbon-karbon arası 3 dənə 2 qat rabitə var. Akril turşusunda bir dənə 2 qat rabitə var. Yağ turşusu doymuş turşudur. Adipin turşusu amin turşudur. Demək bizim homologumuz nə olacaq? 1 ilə 3 arasında karbon-karbon arası 1-2 qat rabitə var. Deməli A variantı doğru variant olacaq. Polimer veribdi. Lafsan kapron. Polimerdə karbon atomlarının sp2 orbitallarının ümumi sayı. Lafsanda direfital turşusu ilə etilin glikolun qarşılıqlı təsirindən alınır. İndi lafsanı necə qeyd edək? C O sonra yazıram C O CH2 CH2 O. İndi sp2 bir orbitallara baxsaq nə qədər qalır? Benzol həlqəsindəki karbon atomları və bu kənardakılar. 6 belə 8 vurulsun 3. O da bizə verəcək 24. Bu belə M1'imiz 24'e bərabərdir. Kapron. Kapronda da bilirik ki 6 dənə karbon atomu var. 6 karbondan bax C H3 NH2 belə yazaq da NH2 CH2 5 dəfə C O bu şəkildə NH-dır buradan rabitə kimi yazım. Aha. Demək nə oldu? 5 dənə karbonum sp3'dür. Bir dənəsi sp2'dir. Bax bu. Ona görə bir karbonda 3 sp2 əmələ gətirir. M1 N2. Demək 24 birindədir, 3 birindədir. 24'ü bölürəm 3'ə. Alıram ki 8. Deməli D variantı doğru cavabımız olacaq. 31'ə baxaq. Hansı reaksiyalar doğru verilmiştir? Deməli X ortofosfat turşusunun kalium duzları. Kalium hidroksidə reaksiyaya girir, H3PO4-dən girmir. Deməli X-ın kalium deməli nə olacaq? Dehidroortofosfat. Bu bundan artıq turşulaşa bilmir də belə deyək. Y nə kalium hidroksidən, nə H3PO4-dən. Yox, kalium hidroksidən girir, H3PO4-dən. Kalium hidroksidən girmir, H3PO4-dən girir. Demək, onda olur kalium ortofosfat normal duzdur. Zətimiz də hər ikisi ilə girirsə aralıq mövqedədir. Kalium H2 HPO4. İndi görək hansı reaksiyalar gedər. Kalium hidroksid üstə gəlsin H3PO4. 1 OH-dır, 2 H-dır. Deməli 2 H saxlayan turş duz alacağım. Deməli X-ımız elə həqiqətən 2 H saxlayan turş duzdur. Bu doğrudur. Sonra Y-ın üzərinə, yəni kalium ortofosfatı natrium hidroksid gəlirik. Axı özü də deyir ki, kalium əsasına reaksiya girməyəcək. Elə bu yanlışdır. Sonra Z-in üzərinə, yəni kalium hidrotofosfatın üzərinə kalsium xlorid gəlib. Demək, 2 mol Z götürsə orada 2 mol Z 4 kalium olur da. Burada 6 kaliumdur. Görürsünüz, 4 kalium olmalıydı. Deməli, bu reaksiyada da yanlışlıq var. Bu səhvdir. 2 kalium OH və H3PO4. Gələndə Z alınırmı? Deməli, tərkibində 2 kalium olmalıdır. 2 kalium və bir dənə də H olmalıdır. H-lardan OH-ların sayını çıxanda bir H artıq qalır. Z-imizdə də həqiqətən də 2 kalium, bir dənə də H var. Deməli, bu da doğrudur. 1 ilə 4.
32-ci sualda deyir ki, maddə verib alken, molekulunda hibrid orbitallarını say. Alkeni yazalım. CnH2. Hibrid orbitallar nə olur? 4n minus 2. İndi bu isə bizə verib 4n plus 6. Bizə lazım olan n, bax bu n'dir. Bu n nəyə bərabər olacaq? N bərabərdir 4n plus 6 plus 2 bölək 4. Bu da bizə verəcək n plus 1. N'imizi o bir n'dən əvəz elədik. İndi molekulundakı polyar kovalent rabitələrini say. Polyar kovalent rabitə hidrogenlərlə olan rabitədir. Yəni 2n nəyə bərabərdir onu tapacağıq. 2n bərabərdir n'in yerinə, bax bunu gətirib yazsaq, 2n bərabərdir 2n plus 1, yəni 2n plus 2. Səhvlə yol vermişəm elə bil hesab işində. n plus 2 olmalıydı burada. n plus 2 8, 4, 2 düzdür. Yerine yazanda 2n plus 4. n plus 4. Deməli A variantı doğru variantımız olacaq. 33. Doğru ifadələri müəyyən edin. Adi şəraitdə X bromlu suyu rəngsizləşdirir. Asilen demirləşmə məhsulu vinil asilendir. C4H4. Sonra trimerləşmə məhsulu isə benzoldur. C6H6. İndi deyir ki, adi şəraitdə X bromlu suyu rəngsizləşdirir. Doymamış karbonhidrogendir. Bəli, doğrudur. Sonra X, Y kalium permanganat məhlulunu rəngsizləşdirir. Benzol təsir etmir. Kalium permanganata yanlışdır. Üçüncüdə deyir, X-in 1 molunu tam doymuş hala gətirmək üçün 3 mol hidrogen sərf olunur. C6H6 plus 3H2 alıram sikloheksan C6H12. Deməli, bu da doğru hesab olunur. 1-3D variantı doğrudur. Keçirəm 34-cü suala. Deyir ki, 1,4-dixlor 2 metil pentan sink ilə 2 metil pentan yazaq. 1,4-dixlor 2 metil pentanın sink ilə qarşılıqlı tərsinə alınan üzv maddə. Görürük ki, halogenlər bir-birindən uzaq yerləşib də. Burada artıq siklik birləşmə alacağıq. Bunları birləşdirəndə nə görürük? Fikir veririk. Bu xlorlar birləşsə, daha doğrusu xlorların birləşdiyi karbonlar birləşsə, bu metillə bu metil arasında. Bunlar birləşir də hesab edirik. Görürük, bir dənə karbon olacaq. Siklobutan yazsam. Bax, biri burada yerləşsə, biri də belə yerləşəcək. Ona görə 1, 3 dimetil siklobutan olacaq. Növbəti suala keçək. Yəni burada A variantı da doğru variant. Kalsiyum. Kalsiyum hidritdən ibarət 6 mol qarışıq su ilə reaksiyası, tam reaksiyasından 10 mol hidrogen alınır. Reaksiyaları yazdım. İndi qarşığımız 6 moldur. Buna bir A deyim, buna bir B deyim və alınan hidrogenə də A'dan alıram, B'dən də B alıram. Ne yazım? Yox, bir dəqiqə elə bir əmsal atmadım. Buna 2 yazsam, buna da 2 yazdım. B'dən də 2B alıram. İndi yazırım. A plus B'miz 6'dır. A plus 2B'miz 10'dur. Buradan avtomatik görürük ki, B bərabərdir 4'ə. Onda A da bərabər olacaq 2. Deyir ki, başlanğıc qarşılıqda kalsiyumun mol payını hesablayın. Kalsiyuma artıq A götürmüşdük. A da bərabərdir 2 dedik. B variantı doğru cavab olacaq. Baxaq 36-cı suala. 36-da nə deyir? Qarışığın distil üsulu ayrılması verilmişdir. X-Y maddələrini müəyyən edin. Distil üsulu qaynama temperaturları müxtəlifliyinə əsaslanır. Məsələn, spirt su. Bilirik ki, mühiti 78 dərəcə qaynama temperaturu olan spirt tərk eləyir. Ona görə X deməli mühiti tərk eləyən görürükmü ki, X birinci gəlib bura. X-imiz spirtdir. Y-imiz da bu zaman su olacaq. 37-də nə deyir? Demək, kalsium karbonat, natrium karbonat verib ümumi olanları istəyir. Suda yaxşı həll olur. Demək, suda yaxşı həll olması, kalsium karbonat yaxşı həll olmur, amma natrium karbonat olur. Ona görə də bu ikisinə də ümumi saylanmaz. Xlorid turşusu ilə reaksiyaya daxil olur.
Kalsium karbonatının üzerine klorid gəlsəm. Kalsium klorid, su, CO2. Sonra natrium karbonatı həmçinin o şəkildə reaksiyaya girir. Yenə natrium klorid, su və ya karbon qazı alacağım. Demək bu doğrudur. Qızdırıldıqda parçalanan natrium karbonat parçalanmır, kalsium karbonat parçalanır. Demək yalnız iki ümumi olan xüsusiyyətləridir. 38-ə baxaq. 38-də deyir ki, deməli 1 litrlik qabda x mol CO və y mol oksigendən ibarət qarışıq reaksiya baş verir. CO, oksigen, aldım CO2. Biraz 0,5 yazsam bəs eləyir. BCT qeyd edeyim. Demək. Bundan x, bundan y götürmüşük. Və tarazlığında bütün maddələrin qatlığı bərabərdir. K 0,5-dir. X, y nisbətini istəyir. Deməli, hesab eləyək ki, A mol CO-dan sərf olunur. Onda 0,5 A-da oksigen sərf olunacaq. Və A molda CO2 əmələ gələcək. X minus A CO üçün, y minus 0,5 A-da oksigen üçün yazıram. İndi bütün maddələrin tarazlığında qatlığı bərabər olursa, yaza bilərəmmi ki, x minus A məsəl üçün bərabərdir A-ya. Bax bu A-ya. Bunda tapıram ki, x bərabərdir 2A. Avtomatik. Sonra yazıram ki, y minus 0,5 A bərabərdir yenə A-ya. Hamısı birbirine bərabərdir bunlar. Buradan da y taparam ki, 1,5 A. İndi x-in y-ə nisbətini istəyir. X bölək y bərabərdir 2A bölək 1,5 A. A'lar ixtisar gedir. Bunlar da 2 ilə 1,5 ilə 0,5'e ixtisar aparsam 4'ün 3'e qalır. Yəni D variantı doğru variantımız olacaq. Gəlirəm 39-cu suala. Son 2 sualımız qaldı. Neçə mol natrium nitratın parçalanmasının alınan oksigeni 6 qram hidrogen və 32 qram oksigendən ibarət qarışıq əlavə etdikdə guruldayıcı qaz alınır. Natrium NO3. Yox, gəlin öncə demək 6 qram hidrogendir, demək 32 qram da oksigendir. 32 qram oksigenim 1 mol deməkdir. 6 qram hidrogenim də 3 moldur. Biz də bilirik ki, guruldayıcı qaz 2'nin 1'ə nisbətidir. İndi 2'nin 1'ə olması üçün 3 hidrogen olanda 1,5 oksigen olmalıdır da. Bax 2'yə 1'dirsə 3'ə x tapıram ki 1,5. 1,5'dən biri artıq var. Biri var. Deməli mən bura 0,5 əlavə etməliyəm oksigen. İndi görək 0,5 mol oksigeni nə qədər natrium nitratın parçalanmasından ala bilərik. Natrium nitratı parçalayıram. Natrium nitrit plus oksigen. Bunu əmsallaşdırsam deməli ki, bunu 0,5 yazsam bəs eləyir. Elə 1 mol natrium nitratın parçalamasından ala bilərəm. 1 mol. B variantı doğru variantımız olacaq. Sonuncu sualımız, təcrübəçi X tuzun tərkibini müəyyən etmək üçün suda məhlula kalium hidroksid əlavə edir. Bu zaman məhluldan kəskin iyili qaz ayrılır. Alınan qaz yaş lakmus kağızını göy rəngə boyayır. İndi bizə verilən variantlardan fikir verirsiniz. Bu C variantı avtomatik çıxır. D variantı avtomatik çıxır. Qaz amoniumla bağlı bir şeydir də göy rəngi də boyur deyir. Deməli qaz isə amoniumdur. Amonium hidroksid deməli əmələ gəlir ki, yaş lakmus kağızı zamanı amonium hidroksid əmələ gəlir ki, göy rəngə boyur, əsas xassəldir. Alınmış deməli alınmış məhlula argentium nitrat məhlula əlavə etdikcə ağ rəngli çöküntü əmələ gəlir. Argentiumdan ağ rəngli çöküntü bizə nə verəcək? Baxırıq. Deməli, baxın, verilənlərin içində bunlar sarı və xlorid ağ rəngli çöküntü verir. Deməli, amonium xlorid imiş də bizim maddəmiz. İzahları bəyənirsinizsə, tam aydın şəkildə başa düşürsünüzsə, hazırlıq üçün müraciət edə bilərsiniz 051 349 20 49 nömrəsinə. Həftənin 5 günü 5 sınaq atılır. Hər sınaqdan sonra bu şəkildə video izahlar paylaşılır. İmtahana tam hazır şəkildə getməyiniz üçün bu sizə böyük bir dəstək olacaq. Sağ olun, sağlıqla qalın.